Niyə məni həmişə narsistlər tapır deyirsənsə, problem hər zaman kiminsə səni tapmasında deyil, sənin münasibətin əvvəlində fərqində olmadan onları seçdiyin davranışlarında ola bilər. Bəs bu davranışlar hansılardır? Gəlin birlikdə baxaq. 1. Münasibətin əvvəlində məsuliyyətləri və qərarları kiminsə sənin yerinə alması əvvəlcə sənə xoş gəlir, amma bir müddətdən sonra daim kiminsə səni idarə etdiyindən, kontrol etdiyindən şikayətlənməyə başlayırsan. 2. Münasibətin əvvəlində gördüyün səni dəyərsizləşdirən xırda hörmətsizlik davranışlarını eybi yox, bəlkə düzələr deyə görməzdən gəlirsən və gün keçdikcə bu hörmətsizliklər çoxalır və səni günü-gündən tükətməyə başlayır. 3. Münasibətin əvvəlində sənə soyuq, diqqətsiz, emosional olaraq məsafəli davranan insanlardan uzaqlaşmaq yerinə onlarla qalmağı və özünü onlara sevdirməyə, təsdiqlətməyə çalışmağı seçirsən və münasibətin sonunda da daim görülmədiyindən, diqqət almadığından şikayət eləyirsən. Əgər bu davranışlardan hansılarsa özündə gördünsə, özünü günahlandırma. Bu davranışlarının fərqinə var ki, daha uyğun və sağlam münasibətləri seçə biləsən.